Səndən gizli olan bir məqam var. Kartlar bununla əlaqədar səni xəbərdar eləmək istəyir, xəbərdar etmək istəyir. Və bu arada mən belə deyim, bilənlər bilir, mən həm rus dilində, həm də türk dilində də açılımlar edə bilirəm. Sadəcə belə bu dillərdə paylaşımlar etmirəmsə, bu demək deyil ki, mən etmirəm. Və buna görə də bu açılımda belə deyim də, belə bir elan vermək istəyirəm ki, ya тоже могу делать расклады на русском языке. Если кто хочет, может обращаться. Ve ben Türkçe'de açılımlar yapabiliyorum. Beni izleyenler var, Türkiye'de de izleyenler var. Türk dilli müşterilerim de var, Rus dilli müşteriler de var, hatta İngiliz dilli müşteriler de var. Bunlarla əlaqədar bu dillərdə danışa bildiyimi və açılımlar edə bildiyimi bildirmək istəyirəm, yəni. Düzdür, əsas açılımlarım, mənim bütün açılımlarım demək olar ki, Azərbaycan dilindədir, kollektiv açılımlarda, amma bunu da xəbərdar eləmək istədim, bildirmək istədim. Bu arada, gəl baxaq, səndən gizli olan nədir? Hazırda bunu izləyən kimdir və hazırda hansı enerjidədir? Bu sənə aiddirsə davam elə. Bunu izləyən kimdir? Bunu izləyən yeni bir başlanğıclar edən bir insandır, özündən əmin bir insandır, tam olaraq qorumada olduğunu hiss edən bir insandır. Burada yenə deyirəm, enerji olaraq yeni bir başlanğıclar etməyə çalışan, yeni bir başlanğıclar eləyən, nəyisə bir yeni başlayırsan, tutaq ki, yeni bir işə mi başlayırsan, yeni bir yol mu düşünürsən, yeni başlanğıclar var. Nəyisə etmirsən, planların var və bu planları reallaşdırmağa çalışan bir insandır. Enerji olaraq hansı enerjidə? Enerji olaraq bu dəqiqə ola bilsin qarışıq enerjidəsən, amma bu qarışıq enerji səni belə deyim də negativə salmır. Bu qarışıq enerji, yəni bir var ki, nə edim, necə eləyim deyən enerji, bir də var ki, bunu da etməliyəm, bunu da etməliyəm, bunu da etməliyəm, planlar qurursan. Düzdür, bəzən bu planlar səni yorur, bəzən bunları etmək, yəni hər şeyi kontrolda saxlamaq səni bəzən yora bilər. Amma hər şey sənin kontrolun altındadır. Çox yükü daşıyırsan, birdən-birə çox yükü daşıyırsan, amma bunu bacarırsan. Yəni bu sənə ağırlıq eləmir. Sən bacarırsan. Bu qədər. Gəl baxaq indi səndən gizli olan məqam nədir? Nə ilə əlaqədar? Baxmalısan. Nə ilə əlaqədar xəbərdar olmalısan. Səndən nədir gizli olan məqam? Səninlə əlaqədar səndən gizli məqam nədir? Səninlə əlaqədar səndən gizli olan bir məqam var. Bir qadın var. Bir qadından gələn qadın enerjisi ola bilər. Bu, belə deyim də, sırf qadın olmaya da bilər. Bu dedikodu enerjisidir. Bu, tutaq ki, sənə zərbə vurmaq istəyən bir insanın enerjisidir. Sənin haqqında dedikodu yayan bir insanın enerjisidir. Amma sən ondan qorunmadasan. Bu enerjidən, bu dedikodudan, söhbətlərdən qorunmadasan. Amma o insan bir yol axtarır ki, səni belə deyim də vurmağa. Hətta yaxın zamanlarda ondan sənə bir negativ gəlibdir. Bir negativ enerji ola bilər. Hətta bəzilərinizdə tutaq ki, cadu enerjisi, bəzilərinizdə dedikodu, söz enerjisi olub. Amma sən bundan qorunmusan. Yalan bir enerji olubdur. Ola bilsin yalandan hansısa bir söz yayıbdır, yalandan hansısa bir məlumat yayıbdır. Amma sənin xəbərin yoxdur ki, ola bilsin kimsə səni qoruya bilər. Ola bilsin sənin öz enerjin, özünün qorumada almısansa, öz enerjin səni qoruya bilər. Yəni, yaxın vaxtlarda bir insandan sənə zərbə gəlibdir, amma sənin heç xəbərin yoxdur ki, sən bu enerjidən qorunmusan, maksimum qorumadasan. Burada 6-cı hisslər güclü olan insanlar var, burada özünün hansısa bir meditasiyalar mı eləyirsiniz, enerji ilə işləyə bilirsiniz. Bununla əlaqədar özünü qorumusunuz. Gəl baxaq, sənə kimdən zərbə gəlibdir yaxın vaxtda sənə? Yəni, sənin xəbərin olmayıbdır, ola bilsin hiss eləmirsən, amma yəni sənə bir zərər gəlməyibdir. Kimdən gəlibdir sənə? Kim sənə yaxın vaxtlarda zərbə vurmağa çalışıb? Axşam vaxtı olubdur, bir qadından gəlibdir, qadın enerjisidir, konkret olaraq ola bilsin ki, hətta magiya ilə məşğul ola bilən və ya kartlarla özünün də 6-cı hisslər, yəni rəqabət enerjisi olub və bir qadından sənə negativ gəlibdir. Amma bu negativin sənə təsiri olubdurmu? Çünki bu insan səni çöktürmək istəyibdir hər cür cəhətdən və ən əsası da maddiyyatla əlaqədar, iş yolundan əlaqədar, sanki sənin yolunu bağlayıb, səni qarışığa salmaq istəyibdir.
Bu insanla sənin nə cür tanışlığın var? Gəl buna baxaq. Bu insanla sənin nə cür tanışlığın var? Nə cür tanışlığın var? Bu insanla sənin yaxın bir tanışlığın yoxdur, mən sənə deyim ki, çünki sən insanları məsafədə saxlayırsan, amma ola bilsin ki, o insan sənə işinlə əlaqədar və yaxud da ki, nə ilənsə əlaqədar hansısa bir addım atıbdır, amma sən o insanı uzaq tutmusan. Yəni o insandan sənə ya bir mesaj, ya bir zəng, ya da nəsə bir addım, nəsə bir olubdur, yoxlamaq məqsədi ilə, amma o insanın içində qalıbdır istədiyi, arzusu içində qalıb, belə deyim, yəni ürəyində qalıbdır, alınmayıbdır, belə deyim. Yəni o insan sənə yaxınlıq məqsədlə daha yaxından zərbə vurmağa çalışıb alınmayıbdır, uzaqlaşdırmısan. Nə üçün sənə zərbə vurmaq istəyir həmin qadın? Səbəb nədir? Nə üçün sənə zərbə vurmaq istəyir? Nə üçün sənə zərbə vurmaq istəyir? 2 kart birdən gəldi. Sanki bu insan sənin özündənmi güclü görür, özündən yüksəkmi görür, sənin bu gücünü almaq istəyibdir. Konkret olaraq burada oğurluq enerjisi var, burada yıxma enerjisi var, məhv etmə enerjisi var. Sən ona heç nə etməsən belə, o insan sənin sadəcə işığın onu narahat eləyibdir də, qaranlıq insandır, işığın onu narahat eləyibdir. Gəl baxaq, sən o insana hansısa bir zərər vurmusanmı, səndən ona hansısa bir zərər gəlibmi, yəni səbəbi nədir sənə pislik elmi? Yox, səndən ona bir zərər gəlməyib, sadəcə yenə deyirəm, sənin dik duruşun, sənin iş yolun, sənin uğur yolun, işində uğur qazanmağın, yəni bu insan sadəcə olaraq paxıl bir insandır. Konkret olaraq paxıl bir insandır, səni, sənin dəstəyini, sənin özünü hansısa bir şəkildə vurmağa çalışıbdır. Gəl baxaq, o qadının özü bundan hər hansısa bir zərbə alıbdımı? O qadının özü bundan hansısa bir zərbə alıbdımı? O qadının özü bundan zərbə alıbdır, elədikləri bumerang kimi onun özünə geri qayıdıbdır və özü, belə deyim də, uğursuzluqla nəticələnibdir. Onun üçün aqibət nə olubdur? Sənə vurmaq istədiyi zərbənin onun üçün aqibəti nə olubdur? Onun özünə qaydanda onun üçün aqibəti nə olubdur? Onun özü çökübdür. Həm maddi cəhətdən, həm mənəvi cəhətdən özü çökübdür, həm enerjisi gedibdir, həm onun özünün yolları bağlanıbdır. Çünki sən elə bir işığın var ki, səni məhv etmək istəyən özü yanır, kül olur. Məsələ budur. Sənin elə bir işığın var ki, sənə zərər niyyətinə gələnlərin özü yanır, öz, belə deyim də, əməlinə görə bu işıqda yanır və kül olur. Bu qədər. Kartlardan sənə məsləhət nədir? Bununla əlaqədar məsləhət nədir? Kartlardan gəl birinci ona baxaq ki, sən bununla əlaqədar, bu insanla əlaqədar, yəni özün konkret bir xəbərin olacaqmı? Özündən bir addım olacaqmı ki, bilim ki, hə, bu kimdir? Özün konkret biləcəksənmi, bu kimdir? Biləcəksənmi? Ondan hansısa bir priznaklar olacaqmı ki? Sən vecivə deyil, sən umrunda deyil. Ona görə də ola bilsin ki, heç xəbərin də olmadı. Bilirsən, hiss eləyirsən kimsə var, amma konkret bilmirsən. Onun özü sənə addım atacaqmı nə ilənsə əlaqədar? Onun özü yox. Ola bilsin addım atsa belə başqa bir adla və ya üçüncü bir şəxslərin vasitəsilə sənə addım atmağa çalışır, amma onun özü yolu bağlıdır. Yəni bunu deyim sənə ki, sənə olan zərər yolu bağlıdır. Kartların məsləhəti nədir? Bu məsələ ilə əlaqədar məsləhəti nədir? Məsləhəti odur ki, sən qoruma altındasan, təmizliyinə diqqət elə, qorumava diqqət elə, enerji təmizliyidir, öz gücüvə diqqət elə və öz gücüvü yenilə. Bu qədər. Aldım, qəbul edildim, ətraf baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxlayın.